Mən Əsədov Rafət Nadiroğlu. Bir ildən çoxdur ki, üzümdəki ağrılardan əziyyət çəkirdim. Çənəmdə şıqqıldı, xırçıldı var idi. Boynumda osteoxondroz var idi. Müalicə almışdım, heç bir kömək olmamışdı. Yaxınlaşdım Masallı rayon Bioloji Təbabət Klinikasına. Acil doktorun qəbulunda oldum. Acil doktoru məni qəbul elədi, müayinə elədi. Ondan sonra müalicəyə başladıq. 5-6 kursdan sonra köməyi gördüm. Xırçı azaldı, xırçıldılar. Sonra yeməkdə əziyyət çəkirdim. Yata bilmirdim, ağzımı aça bilmirdim, danışa bilmirdim. Doktor məni müalicə edəndən sonra nə qədər yüngülləşib. Demək olar biz 80%, 90% xəstəlik azalıb məndən. Doktora təşəkkür edirəm. Doktor sağ olun, əliniz qolunuz var olsun. Sağ olun. Demək, xəstəmiz bizə müraciət eləyəndə həm boynunda ağrılar var idi, sonra da tədricən əsas da sağ çənə oynağında, hər iki oynaqda var idi. Sağ çənə oynağında ağrıya görə ağzını tam aça bilmirdi. Bu, hətta yemək yeyəndə də ona maneçilik törədirdi. Boyun fəqərlərinin MRT-sində osteoxondroz, protuziya aşkarlanmışdı və sağ çənə gicək oynağında da artroz qeyd olunmuşdu. Müalicələr etməsinə baxmayaraq, xəstədə danışığında, çeynəməsində əziyyətli olduğu üçün bizə müraciət etdi. Və biz xəstəni yoxlayandan sonra həm osteopatik müalicə, həm də bilavasitə boyunda olan bioloji aktiv nöqtələrə və sağ çənə oynağına inyeksiya etdik və bunun nəticəsində qısa bir müddətdə 5-ci iynədən sonra xəstəmiz artıq ağzını tamam rahat aça bildi. Çeynəməsində, danışığında ağrının olmadığını bildirdi və rahat yatdığını söylədi. Və qeyd edim ki, bu müalicələr, yəni bioloji təbabət klinikasında aparılan inteqrativ metodlarla aparılan müalicələr təbii tərkibli dərmanlarla xəstəyə üçün əks təsir göstərir. Əksinə təbii orqana seçici təsir göstərir, funksiyasının tam bərpa etmiş olur.